Elə bugünkü dərsimiz olan savad təlimindən əvvəlcə verəcəm sizə sualı. Savad təliminin mərhələləri hansılardır? Deməli, savad təliminin 3 mərhələsi var. Əlifba təliminə hazırlıq dövrü, əlifba təlimi dövrü, əlifba təlimindən sonrakı dövr. Nədir bu dövrlərin Deməli, bir-birindən əlifba fərqi? təliminə hazırlıq dövrü nə deməkdir? Yəni əlifba təliminə qədər səsləri, sözləri, nə bilim, səslərdə sözlərin yerini, sözlərdən səslər, səslərdən cümlələri, yəni bu kimi sözləri öyrətmək uşaqlara. Əlifba təlimi dövrü artıq bu məktəbə hazırlıq dövrünə düşür. Yəni hərfləri, böyük və kiçik hərfləri, çap formasını, yazılış formasını, ümumiyyətlə yəni 32 əlifbamızda 32 hərf varsa, bunu uşaqlara tanıtmaqdır. Əlifba təlimindən sonrakı dövr artıq məktəb təliminə doğru gedir. Yəni bu ibtidai sinif dövrünü deyək burada. Uşaqlara artıq burada oxumağı, sürətli oxumağı, oxumaq vərdişini, sürətli yazmağı, yəni bu kimi bunlar öyrədilir uşaqlara. Fonetik və bütöv yanaşma nədir savad təlimində? Deməli, fonetik və bütöv yanaşma nədir? Fonetik yanaşma hərf-hərf. Yəni, məsələn, A, N, A, yəni hərf-hərf öyrətməkdir uşaqlara. Heca ilə da hərflərlə, hərfləyərək oxumaq. Bütöv yanaşma, bütöv olaraq, məsələn, ya heca ilə oxumaq, ya bütöv oxumaq. Məsələn, ana, ata və yaxud da ki, bütöv olaraq uşaq öyrənir ata, ana, yəni bu cür yanaş, yəni budur bütöv yanaşmada. Savad təlimi qruplar üzrə necə təşkil olunur? Savad təlimi məşğələsi qruplar üzrə necə təşkil olunur? Səsi bağlayıb sual verimi. Savad təlimi qruplar üzrə necə təşkil olunur savad təlimi məşğələsi? Savad təlimi ancaq məktəbə hazırlıq qrupunda həyata keçirilir, müəllimə. Həftədə neçə dəfə? Məktəbə hazırlıq qrupunda həyata keçirilir həftədə bir dəfə. 2 dəfə. Savad təlimi və nitq inkişafı Nitq inkişafı. başlığı altında həftədə 2 məşğələ miqdarı müəyyən olunub. Keçən dərslərimizdən nitq inkişafı metodikasına, şifahi nitqə verilən tələblərdən nitqin düzgünlüyü nə tələb edir bizdən? Deməli, şifahi nitqə verilən nitqin düzgünlüyü nə deməkdir? Yəni nitqin düzgünlüyü, yəni düzgün orfoqrafiya, orfoepik qaydalarına düzgün əməl etmək tələb olunur. Bəli. Bəs dəqiqlik nə tələb edir? Dəqiqlik nə tələb edir? Yəni, məsələn, deyirik ki, giləmeyvə, yırtıcı, bu kimi sözlərin dəqiq olaraq nəyə aid olduğunu uşaqlara öyrətmək. Məsələn, giləmeyvə meyvədir, yırtıcı heyvanlara, məsələn, şir, pələng, bu kimi heyvanlara xas olan bir xüsusiyyətdir. Yəni, bunu uşaqlara dəqiq olaraq öyrətməkdir. Nitqin üslubları hansılardır? Nitqin üslubları, müəllimə bir dənəsini deyərsiniz. Tam üslub 2 dənədir. Tam üslub, yarımçıq üslub. Tam yarımçıq üslub, yəni bizim özümüzün işlətdiyimiz, hamının işlətdiyi nitqdir. Tam üslub isə elə bil jurnalistlərin, televizor xəbər aparıcılarının, yəni işlətdiyi üslubdur. Yəni daha çox bizim üslubumuz danışıq üslubudur. Tam üslub isə kitab üslubudur. Kitab dilidir. Kitab dili, məişət dili deyirlər onu həmçinin. Yaxşı. Sonra keçən dərslərimizdən riyaziyyatdan miqdar münasibətinin mərhələləri hansılardır? Miqdar münasibəti, deməli 3 mərhələyə bölünür. Ədəddən əvvəlki dövr, say fəaliyyəti, hesablama fəaliyyəti. Nələr daxildir hesablama fəaliyyətinə? Hesablama fəaliyyətinə, deməli bu hesablama fəaliyyətinə ədəd, yəni ədədləri toplamaq, çıxmaq, məsələn, məsələ həlləri, bunlar daxildir. 4 dənə əsas komponent var. Qonşu ədədlər arasında tərs münasibətləri. Qonşu ədədlər, yəni onları belə sırayla bilmirəm müəllimə əzbərdən, amma yəni belə qalanları. Qonşu ədədlər arasında tərs münasibətləri bilmək, sonra orada var idi hesablamalar aparmaq, rəqəmlərlə tanışlıq, bir də ədədin vahidlərdən ibarət tərkibi. Sensor tərbiyədən? Deməli, sensor tərbiyə nədir? Sensor tərbiyə nədir? Sensor etalon nədir?
Sensor etalon nədir? Yəni bu xarici aləmin yəni da quruluşunun hamı tərəfindən qəbul olunmuş formasında. Məsələn, üçbucaqdır deyirik, üç tərəfi varsa, yəni biz bunu elə bilirik və elə formada öyrədirik. Sensor tərbiyə də pedaqoji prosesdir. Yəni bir metodistlərin tərəfindən öyrətməkdir uşaqlara. Uşaqların hiss üzvləri hansı ardıcıllıqla formalaşır? Deməli, taktil, toxuma, lamisə, deməli, deməli, iy bilmə, dad bilmə, iy bilmə, eşitmə, görmə. Bəli. Toxunma, dad, qoxu, eşitmə və görmə hiss üzvlərimiz məhz bu ardıcıllıqla inkişaf edir. Yaxşı. Bəs ekskursiyanın mərhələləri hansılardır? Deməli, ekskursiyanın mərhələləri o 5 dənə olan deyirsiniz müəllimə. Hə, deməli, birinci deməli, müəllimənin ekskursiyaya hazırlanması, sonra ekskursiya yerinin müəyyən olunması, uşaqların ekskursiyaya hazırlığı, ekskursiyanın gedişi, ekskursiyanın sonu. Ekskursiyanın yekunlaşdırılması yəni. Yekunlaşdırılması. Bəli. Bəs gəzintinin quruluş komponentləri hansılardır? Gəzintinin o 3 dənə olan, deməli, o üst olan deyirsiniz müəllimə. Gəzintinin. Gəzintinin. Ekskursiyayla. Gəzinti. Günün birinci yarısı, ikinci yarısı. Gəzintimiz yoxdur, hər gün yazırıq jurnalı. Hə, yəni günün hə, o siz şey deyirsiniz müəllimə, bildim, daha hərəkətli oyunlar, müşahidə, onu deyirsiniz də müəllimə. Hə, deməli bax müşahidə, hərəkətli oyunlar, sərbəst oyunlar, bir də əmək fəaliyyəti. Budur gəzintinin quruluşudur. Quruluşu. Sonra başqa təsviri fəaliyyətə baxmısınız? Bəli, müəllimə, baxmışam. Təsviri fəaliyyət. Yaxşı. Aha. Simmetrik kəsim, qarmon kəsim. O böyük qrupa aiddir. Böyük qrup aplikasiya. Aha, yaxşı. Bəs aha, bu aplikasiya fəaliyyətindən idi. Məfhumun kağızda yerləşməsinə diqqət yönəltmək. Məfhumun təsvirin kağızda yerləşməsi orta qrupdur, məfhumun kağızda yerləşməsi böyük qrupdur. Tərsinə dediniz. Hə, məfhumun kağızda yerləşməsi orta qrupdur. Onda budur müəllimə, yəni aşağıda otların, nə bilim ağacı çəkmək, göydə isə buludu, günəşi, quşları çəkmək. Bəli. Təsvirin kağızda yerləşməsi nədir bəs? O da nə deməkdir? Yəni məsələn, tutaq ki, şəklimiz enlidirsə, yəni da kağızımızı eninə tuturuq. Hündürdürsə, məsələn, tutaq ki, güldanda vazoda gül çəkiriksə, uzununa tuturuq. Bəli. Bəs yaxşı. Bütövlük nədir? Hansı qrupdur? Bütövlük nə deməkdir? Təsviri fəaliyyətdə bütövlük. Bütövlük məktəbə hazırlıq qrupudur. Yox, böyük qrupdadır. Böyük qrupdadır və rəsm çəkərkən, rəngləyərkən əlini kağızdan ayırmadan. Əlimizi kağıza. Bir də müəllimə orada şey var idi, fırçanın qalın xətt çəkərkən fırçanın xovundan, incə xətt çəkərkən fırçanın ucundan istifadə edirik. O da böyük qrup aid idi. Bəli. Nə üçün fırça xovundan istifadə olunur belə incə və qalın xəttlər? Hansı rəsm zamanı istifadə olunur? Hansı rəsmlərkən? Dekorativ rəsm çəkərkən. Dekorativ, bəli. Böyük qrupda dekorativ rəsmlər. Aplikasiya növləri hansılardır? Deməli, aplikasiyanın 3 növü var. Əşyavi aplikasiya, dekorativ aplikasiya, bir də sujetli aplikasiya. Aha, əla. Sonra bunları ezbər bilə. məsələnin quruluş komponentləri hansılardır? Məsələnin deməli, sual, həll, cavab, onlar deyilsiz şərt. Bəli. Bəs çoxluqların birləşməsi və çoxluğun birinci məsələ deməli. Necə müəllimə? Çoxluğun birinci vahid azalması və birinci vahid artması. Buna komponentlər necə olurdu? Azalması və artması. Yəni azalmasında çıxmadır, artmasında üstəgələkdir. Məsələn deyim, əlinin 5 şarı var idi, ikisi uçub getdi. Burada azalmadır. Leylanın 2 alması var idi, anası birini də verdi. Burada artmadır. Aha. Çoxluğun birləşməsidir yoxsa artmasıdır? Leylanın alması. Bu çoxluğun artmasıdır. Birləşmə deyəndə fərqli elementlər olur müəllimə. Birləşmə deyəndə fərqli elementlər olur. Məsələn, Leylanın 3 armudu və 2 alması var idi. Aha, əla. Bu birləşmədir. Bəli. Fiziki mədəniyyətdən qalıb sual verməmişəm.
deməli, sürünmə, dırmanma, tullanma Hoppanma, hərəkətləri bunlar əsas məşqələrin hansı hissəsində? hissəsindədir müəllimə, əsas Aha, hissəsində. bəs kompleks hərəkətlər məşqələrin hansı hissəsində verilir? Kompleks və inkişaf etdirici hərəkətlər də əsas hissədədir. İstisna hal var idi. Yadınızda? Yəni hə, orada istisna bir hal var idi ki, müəllimə deyir ki, əgər uşaq ona tanışdırsa, bilirsə, yəni onda onu da əsas Məsələn, hissədə vermək, giriş hissədə təlim vermək olar. deyir ki, bugünkü məşqələnin təlim nəticəsinə uyğun deyilsə, kompleks Hə, hərəkətlər uyğun deyilsə, təkrardırsa, bilirsə, yəni uşaq qabaqcadan bələddirsə ona. bəli, bu hərəkətlər təkrar xarakter daşıdığı üçün, giriş hissədə verilə bilər. Bəs Verilə giriş bilər. hissənin hərəkətləri hansılardır? Giriş hissənin hərəkətləri müəllimə, yəni uşaqları bir növ məşğələyə hazırlamaqdır. Bura daxildir ilanvari Hı yeriş, hı. sürünmək, hərəkət eləmək, təpəncə üstə yeriş, nə bilim ayaq üstə, ayaq ucunda yeriş. Yəni bu kimi sakit da, yəni hərəkətlər daxildir. Elkonun, sabah təlimi üzrə bölgüsü nə ifadə edir? Deməli Əlifba Elkonun təlimi necə bölünür? hə, əlifba o 3 yerə bölünür müəllimə. Birinci mərhələ, ikinci mərhələ, üçüncü mərhələ. Birinci mərhələ səs təhlili, ikinci mərhələ yox, çaşdırdım, o jurovadır. Birinci mərhələ səsləri öyrənmək, ikinci mərhələ saitləri öyrənmək, üçüncü mərhələdə samitləri öyrənmək. Bəli. Yəni Jirovada 3 bölgü aparmışdı. Yəni birinci səs təhlili aparmaq, ikinci əlifbanı bilmək, üçüncü də oxumaq bacarığını formalaşdırmaq. Bədii təfəkkür məşğələlərinin vəzifələri hansılardır yadınızda? Bədii ədəbiyyatla tanışlıq üzrə işin Hı vəzifələri hı. onu deyirsiniz müəllimə. Bəli, bəli. Deməli, uşaqlarda dinləmək bacarığının formalaşdırılması, hansı ki, məktəbə hazırlıq dövründə uşaq 8-10 dəqiqə dinləmək bacarığı olmalıdır. Sonra sual vermək və suala cavab vermək bacarığının formalaşdırılması, nitqin inkişafı və nəql etmək bacarığının həvəsinin formalaşdırılması, bir də oxumaq həvəsinin formalaşdırılması. Əla. Bəs, nəql etmə metodu digər metodlardan necə fərqlənir? Bədii Nəql etmə ədəbiyyatda. metodu digər metodlardan, yəni ona görə fərqlənir ki, burada nəql edirik. Yəni yadımızda nə qalırsa onu deyirik. Bəli, nəql zamanı tərbiyəçi ixtisarlar eləyə bilir, Eləyə əsərə bilir, bəli, əlavələr müəllimə, eləyə yəni bilir, əlavə. böyük həcmli əsərləri qısa şəkildə şərh eləyə Qısa bilir, şəkildə verə bilirik, bəli. anlaşılmayan Yəni uşaqların anlaq səviyyəsinə, başa düşəcəyi formalara uyğun, yəni nəql edə bilirik. Əla. Siz buyurun, sabah təlimində fonetik və bütöv yanaşma necə bir yanaşmalardır? Fonetik yanaşma deyəndə, məsələn, tədricən uşaq öyrədilir. Əvvəl hərflər, hecalar, sonra söz öyrədilir. Amma bütöv yanaşmada isə bütövlükdə söz öyrədilir. Bütöv yanaşma əlbəttə ki, daha çətindir. Nəinki fonetik yanaşma. Doğrudur. Yaxşı. Bəs Jurovanın sabah təlimi ilə bağlı bölgüsü? 3 hissədir. Birinci hissədə səslərin təhlilidir. İkinci hissədə hərflərin hamısıdır, yəni əlifbanı tamlıqla öyrənməkdir və üçüncü hissədə oxumaq. Bəli, üçüncü hissədə isə artıq oxumaq bacarıqlarının formalaşmasını nəzərdə tutulur. Bəli. Ətraf ailə və tanışlıq məşğələsində müşahidə formaları vardır. Uşaqlarla birlikdə ətraf ailənin müşahidəsi hansı formada aparılır? Müşahidə 2 formada olur. Uzun müddətli müşahidə və qısa müddətli müşahidə. Uzun müddətli müşahidə müəyyən vaxt tələb edir. Məsələn, bu zaman həm qrup içərisində də uzun müddətli nəyisə müşahidə etmək olar. Məsələn, uşaqlar dibçəkdə nəyisə əkə bilərlər, hər gün ona qulluq edərlər, müşahidə edərlər ki, sonda nə oldu. Həmçinin gəzinti zamanı müşahidə uzun müddətli apara bilərlər. Məsələn, hansısa bir binanın tikilməsinə hər dəfə baxırlar. Təzə nə yenilik baş verib, bu uzun müddətli müşahidəyə aiddir. Qısa müddətli müşahidə isə məsələn küləyin əsməsidir, qarın yağmasıdır, yağışın yağmasıdır, müşahidə edilir və yaxud da başqa bir onlara əhatə edən hər bir şeyin müşahidəsi gündəlik müşahidə edilir. Bunlar qısa müddətlidir. Ekskursiyanın hissələri hansılardır? Ekskursiyanın 3 hissəsi var. Ekskursiyaya hazırlıq, ekskursiyanın gedişatı və ekskursiya sonrası işlər. Bəli, əla. Gəzinti ilə ekskursiyanı necə ayırarsınız bir-birindən əsas xüsusiyyətləri? Gəzinti
Ekskursiyanın fərqi ondadır ki, gəzinti hər gün baş verir. Ekskursiya isə ola bilsin ayda bir dəfə, 2 aydan bir və yaxud da rüblərlə baş verir, hər 3 aydan bir ola bilər, baş verə bilər. Ekskursiya yaxın bağçanın həyətində, bağçanı əhatə edən yerdədir gəzinti. Ekskursiyada isə həm yaxın məsafədə, həm uzaq məsafəyə uşaqları aparmaq olar. Gəzinti 5 hissədən ibarətdir. Məlumat verim o barədə, yoxsa? Bəli, gəzintinin komponentləri hansılar olacaq? Gəzinti 5 hissədən ibarətdir. Burada müşahidədir, əməkdir, oyundur, hərəkətli oyundur, sərbəst oyunlardır və fərdi işdir. Fərdi işdə nəyi nəzərdə tutur? Məsələn, gəzinti zamanı olunan fərdi işdə fiziki mədəniyyət məşğələsində keçirilir. Məsələn, hər hansı bir uşaq hansı bir hərəkəti zəif edir və bu zaman həyətdə həmin iş üzərində fərdi iş aparılır. Həmin hərəkət təkmilləşir. Bəli, əsasən belə təşkil olunmalıdır, doğrudur. Təbiət materiallarından istifadə? Orta qrupdur, quraşdırmadır. Aha, bəli. Düz xətt, düz kəsim, dalğavari kəsim, ziqzaq kəsim, O da orta qrupdur, aplikasiya məşğələsi. əşyaların bir-birinə nisbətdə yerləşməsi, Məktəbə hazırlıq qrupu rəsmdir. siluet kəsim, O da məktəbə hazırlıq qrupudur, amma aplikasiya. yaxşı. Tüklü fakturadan Tüklü istifadə. faktura qrupdur, aplikasiya məşğələsi. Bəli, qeyd edeyim ki, əslində tüklü faktura dekorativ aplikasiya sayılır həm də. Aha. Azad mövzuda yapma işləri və düşünülmüş hərəkətlilik. Düşünülmüş hərəkətlilik orta qrupdur, azad mövzuda orta qrupdur. Mexaniki hərəkətlilik böyük qrupdur. Bəli, əla. Sonra oriqami. Oriqami də orta qrupdur, quraşdırmaya aiddir. Bəli. Quraşdırma işlərində çertyojlar və illüstrasiyalarla iş görülür. Çertyoj məktəbə hazırlıq qrupudur. Bəli, çertyoj məktəbə hazırlıq. Məntiqi riyazi təfəkkür, baxmısınız? Bəli, bəli, ən yaxşı baxdığım. Miqdar münasibəti mərhələləri hansılar oldu? Miqdar münasibətinin mərhələləri ədəddən əvvəlki dövr, çoxluqlarla işdir, say fəaliyyəti və hesablama fəaliyyəti. Bir deyək görüm. Ədəddən əvvəlki dövrdə nə kimi fəaliyyətlər verilir uşaqlara? Nələr daxildir? Bu çoxluqlarla işdir. Çoxluğun ümumi adlandırılması, çoxluğun hissələrə bölünməsi, çoxluqların nizamlanması, çoxluqların siniflərə ayrılması, çoxluğun bütövlükdə adlandırılması, bütövlükdə. Sonra nə qaldı? Bəli, nizamlama, sıralama, Siniflərə ayrılmasıdır. birləşmə, ayrılma, bu kimi müxtəlif əşya çoxluqlarla işlər daxildir. Bəs say fəaliyyətinə nələr daxildir? Say fəaliyyətinə ədədlərin sayılmasıdır, sırayla sayıların adlarının deyilməsi, çoxluğa birə-bir uyğunlaşdırılması və nəticədəki ədədin çıxarılması aiddir. Əla. Bəs hesablama fəaliyyətinə nələr daxildir? Fəaliyyəti qonşu ədədlərin düz və tərs münasibət, ədədlər arasındakı düz və tərs münasibətdir. Burada məsələn deyilir ki, məsələn 3 rəqəminin qonşusu 2-dir və 4-dür. 2 bir vahid 3-dən kiçikdir, 4 3-dən bir vahid böyükdür. Bu da tərs, düz nədir? Düz qarşılıqlı münasibət. Rəqəmlərlə tanışlıqdır. Ondan sonra tamın hissələrə bölünməsi və 2 kiçik hissədən bir tamın alınması və ədədlərin vahidlərdən ibarət olması da, məsələn, hansısa bir ədəddir 5-dir, 5 dəfə 1 üstəgəl olur da, 1 üstəgəl, 1 üstəgəl, 1 belə vahidlərdən ibarət olmasıdır. Əla. Çoxluqların birləşməsi və bir neçə vahid artmasında münasibətlər necə qurulur? Çoxluqların birləşməsi müxtəlif elementlərdir. Məsələn, Mətanətin 5 karandaşı var idi. Nəzrin ona 2 qələm verdi. Bu iki çoxluğun birləşməsidir. Çoxluğun bir neçə vahid artırılması isə eyni elementdir. Məsələn, qabda 3 alma vardı. Mən ikisini də qoydum. Neçə alma oldu? Bu eyni element artırılır. Bəli.
Təzadə səmtləşmənin növləri hansılardır? Təzadə səmtləşmənin 3 növüdür. Özündən səmtləşmə, özünə səmtləşmə və obyektdən səmtləşmə. Yaxşı. Məsələnin növləri hansılar olacaq? Məsələnin 3 növü var. Bu biri sadə məsələlərdir. O, Orada hər o şey quruluşudur haqqındadır. məsələnin, quruluşudur o. Onlar məsələnin Quruluşu quruluşudur. şərt, Növləri isə illüstrativ. illüstrativ, səhnəcik və şifahi məsələlər. Bəli. Yaxşı. Sonra orada nə yazırsınız? Ölçmə təlimin növləri hansılardır? Ölçmə xətti ölçmədir, dənəvər ölçmədir, mayələrin ölçülməsidir. Lebedeva tərəfindən başa salınır. Mərhələləri bəli, Lebedeva tərəfindən. Bəs yaxşı. Sensor tərbiyə? Sensor tərbiyə xüsusi metoddur da. Burada böyüklərin köməyi ilə olur. Uşaqlarda sensor qabiliyyətlərin inkişaf etdirilməsi. Bəli, tədricən. Sensor qabiliyyətləri eşitmədir, dad bilmədir. Bəs təcrübə, sensor təcrübə? Sensor təcrübə ətraf mühiti orqanları ilə hiss etməsidir. Məsələn, uşaq ətraf mühiti hiss edir, təcrübə keçirir. Yavaş-yavaş boynunda yığılır, bilir ki, nədir? Məsələn, gözü ilə, qulağı ilə öyrənir ətraf aləmi, təcrübə yığır. Hiss orqanları ilə dərk etmə prosesidir, sensor təcrübə. Bəli. Sonra orada nə vardı başqa? Mədəniyyət, bədii təfəkkür. Bədii təfəkkürdə ədəbi əsərlərlə tanışlıq metodları hansılardır? Ədəbi əsərlərlə tanışlığın metodları, məsəl üçün, o ifadəli oxudur, əsərin təkrar oxunmasıdır, seçmə oxudur. Burada, məsəl üçün, hansısa bir hissə xoşa gəlibsə, həmin hissəni seçib yenidən nəql etmə, səhnələşdirmə, illüstrasiyalara baxış. Bəli, və əzbər öyrənmə. Bəli. İndi səhnələşdirmə metodu hansı əsas metodun tərkibinə daxildir? Praktik metoddur. Bəli, təbii ki. Bəs nəql etmə, ifadəli oxu? Onlar şifahi metoda aiddir. Bəli. Bəs kitabdakı illüstrasiyalara baxmaq? O da əyani metoda aiddir. Təbii ki. İndi bizə qısaca deyə bilərsinizmi ki, ifadəli oxu ilə nəql etmə metodunun fərqi nədir? Nəql etmə, məsələn, hansısa bir əsər oxunulur və ya müəllim tərəfindən və ya uşaq tərəfindən nəql edilir, yadda nə qalıbsa, o nəql edilir. Amma ifadəli oxu kitabın özündən oxunulur. Hekayə, nağıl. Bəli, əsas fərq budur. Nəql etmədə nəql olunur, ifadəli oxuda isə əsər bədii nümunədən və kitabdan oxunur. Yaxşı. Sonra şifahi nitqə verilən tələblərdən. Nitqin zənginliyi nədir? Nitqin ifadəliliyi nədir? Nitqin zənginliyi, yəni uşağa hər gün yeni söz öyrəndilməlidir ki, uşağın söz ehtiyatı, lüğəti zəngin olsun və uşaq yəni fikrini daha parlaq şəkildə ifadə edə bilsin. Bir sözü müəyyən sinonimlərlə əvəz edə bilsin. Daha yaxşı olsun, onun nitqi zəngin olsun. İfadəlilik isə ifadəli danışır uşaq. İfadəli obrazlar istifadə edir danışığında, estetik cəhətdən daha yaxşı görsənir onun nitqi. Sözlərimlə dedim. Bəli, obrazlı, təsirli, yığcam, estetiklik açar sözlərdir. Zənginliyindəki rəngarənglik, təkrarsızlıqdır. nitqin funksiyaları hansılar oldu? Nitqin funksiyaları nominativ, kommunikativ, tənzim edici və idraki funksiya. Əla. Rabitə nitqin formaları? Rabitə nitqin 2 forması var, dialoji, monoloji. Monoloji və dialoji nitq. Nitqin hansı funksiyasının tərkib hissəsi olacaq? Kommunikativ. Əlbəttə. Əla. Sizcə nitq inkişafı metodikası zamanı hansı metoddan geniş istifadə olunur? Nitq inkişafında əyani şifahi metod,
Həmçinin praktik metoddan da istifadə olunur. Daha çox bəli, Oyun. əyani şifahi. Yəni şifahi. Müəllimə şifahidən istifadə edib başa salmalıdır. İkisi bir-birinə əlaqəlidir. Deməli, Ceyran müəllimə, əsas hissədəki oyunla idman məşğələsinin, yekun hissədəki oyunun fərqi. İdman məşğələsində əsas hissədəki oyun dinamik, hərəkətli olur. Amma yekun hissədəki oyun az hərəkətli olur. Çünki yekun hissədə uşağı yaranmış gərgin vəziyyətdən çıxarmaq lazımdır. Nəfəsini bərpa etmək lazımdır. Ona görə az hərəkətli oyun olur. İdman məşğələsi qruplara görə necə təşkil olunur? İdman məşğələsi birinci, ikinci qrupda hərəkətlərin inkişafıdır həftədə 2 dəfə. Sonraki qruplarda isə orta böyük məktəbə hazırlıq qrupunda fiziki mədəniyyətdir və dəqiqələrlə də necədir? Məsələn, orta qrupda məşğələnin müddəti 20 dəqiqədirsə, onlardan bu 20 dəqiqənin 3-5 dəqiqəsi ya da 2-4 dəqiqəsi gedir hazırlayıcı mərhələyə. Əsas vaxt, daha çox vaxtda, məsələn, orta qrupda 15-18 dəqiqə gedir əsas hissəyə və sonunda 2-3 dəqiqə də son yekun tamamlayıcı hissəyə aid olur. Bəli, bu təqribi bölgüdür. Bəs kompleks hərəkətlərin məqsədi nədir və necə təşkil olunur? Kompleks hərəkətlər, məsələn, planda da biz onu qeyd etməliyik, 2 həftədən bir yenilənməlidir, həm kitablarda var və yaxud da özümüz də onu düzə bilərik də, yaza bilərik. Burada kompleks hərəkətlər həm səhər, hər səhər biz gimnastika keçiririk, məşğələdən əlavə səhər gimnastikası keçiləndə də o kompleks hərəkətlər verilə bilər. Kompleks hərəkətlər uşağın bədəninin bütün hissələrinin hərəkətini nəzərdə tutub. Məsələn, başlanılı yuxarı hissədən çiyindir, qollardır, gövdədir, ayaqlardır. Hamısı daxil olur, 5-6 hərəkətdir. Burada da qruplara görə bölünür də, hansı qrupda neçə hərəkətdir və bu həm olmalıdır, verilə bilər əsas hissədə də, əgər planda yazılan məqsəddə nəzərdə tutulubsa, əsas hissədə də verilə bilər. Nəzərdə tutulmayıbsa, istedici hərəkət kimi hazırlayıcı hissədə də bu kompleks hərəkətlər verilə bilər. Siz hansı mövzuya, savad təliminə baxmısınız? Müəllimə, belə deyim də, sensor tərbiyədə Savad təlim mərhələləri hansılar oldu? əlifba təliminə hazırlıq, əlifba təliminə hazırlıq, əlifba təliminə dövrü və əlifba təlimindən sonraki dövr. Aha, hazırlıq dövrü. Bunlar haqqında bir balaca. Yaxşı, buyurun. Müəllimə, bildiyimdə getdi. Əlifba təliminə hazırlıq dövrü odur ki, məsələn, əsasən kiçik motorika olan hərəkətlərdir. Məsələn, hansı hərflə başladı bu söz, o əlifba təliminə hazırlıq dövrüdür. Əlifba təlimi dövrü isə keçdi. Deyin ki, əlifba təliminə hazırlıq dövründə həm uşağın kiçik motor bacarıqları, onun yazı texnikası üçün hazırlıqdır, həm də səs üzrə iş aparılır. Aha, belə. Bəli, müəllimə, yəni kitab dilində hələ dinməli olub bir ifadə elədim. Cümləni tamamlamadınız da, kiçik motor deyib keçdiniz səsə, yəni əlaqəsiz oldu axı cümlə biraz. Deyirsiniz ki, yazı bacarığını formalaşdırmaq üçün kiçik motor bacarıqları inkişaf etdirilir, bir də səs üzrə iş gedir. Aha, bəs əlifba təlimi dövründə nə iş görürük? Əlifba təlimi dövründə çapla yazılar, sonra oxuma, belə də, yəni yazı öyrədilir, oxuma öyrədilir. Bir-bir hərflər keçirilir. Aha, hamısı keçirilir. Bəli, hərflər keçirilir. Hərflərin böyük və kiçik forması ilə tanış olurlar. Bəli, əlifba təlimindən sonraki dövr isə məsəl üçün məktəbə hazırlıq dövründə məktəbə gedən dövrü hazırlaşdırır. Müəllimə, inansı istəyirəm deyim ki, səhvli bir dəqiqə dayanıb. Oxu bacarıqları və böyük hərflərin, kiçik hərflərin qırıq-qırıq xətlər üzərində yazısı üzrə iş həyatını keçirir. Bu da ki, adətən birinci sinifə, orada da artıq yazırlar da. Bəli, müəllimə, riyaziyyatı yaxşı bilirəm, sonra ətraf aləmi yaxşı bilirəm. Onları düşünürəm ki, yaxşı bilirəm. İndi inşallah ki, cavab verərəm, rəsmdə bilirəm. Yaxşı. Elə riyaziyyatdan sonra miqdar münasibətin mərhələləri hansılardır? Ədəddən əvvəlki dövr, say fəaliyyəti, hesablama fəaliyyəti. Ədəddən əvvəlki dövrə müəllimə
Hamısını saymayacağam, bəziləri yadımdadır. Buyurun. Çoxluqların nizamlanması, sintez olunması, seriyaziya, say fəaliyyətinin üç əsas mərhələsi vardır. Nəticədəki ədədi çıxartmaq, sayların sıra ilə adlandırılması və əşyalara birə-bir aid edilməsi, hesablama fəaliyyətinin isə 4 mərhələsi vardır. Rəqəmlərlə tanışlıq, çox ədədin vahidlərdən ibarət tərkibi, tam çoxluğun hissələrə bölünməsi, qonşu ədədlərinin bir-birinə nisbətən yerləşməsi. Aha, yaxşı. Bəs çoxluqların birləşməsi, artması, azalması, bunlar necə ayırırsınız? Müəllimə, çoxluqların birləşməsi iki ayrı elementin birləşməsidir. Məsələn, Fatihin 3 maşını var idi. Məsələn, Yusif də ona gəldi, 3 top verdi. Fatihin neçə oyuncağı oldu? Burada iki ayrı element birləşir. Amma bir neçə vahid desəydi, məsələn, Fatihin 3 maşını var idi, Yusif də ona 3 maşın verdi. Eyni element. Yaxşı. Sonra qədər müqayisəsi isə müəllimə, məsəl üçün, qədər müqayisəsi də çıxma fəaliyyətinə aiddir. Məsələn, stolun üstündə 5 alma var, 4 armudu da qoydular. Onları elə düzün ki, hansı daha çoxdur? Alma çoxdur, armud çoxdur. Bu çoxluqların qədər müqayisəsidir. Belə. Allah. Yaxşı. Sonra orada nə vardı? Məsələlərin növləri. Şərti, sual, həll, cavab. Onu deyirsiniz. Bu məsələnin quruluşudur. Şifahi, səhnəcik, illüstrativ. Bəli, bu da məsələnin növləridir. Doğru. Ölçmə təlimi növləri hansılardır? Dənəvər, xətti ölçü, dənəvər ölçü, mayələrin ölçüsü. Mayelərlə ölçü. Bəli, mayələrin ölçüsü. Yaxşı, sonra. Təsviri fəaliyyətə baxmısınız? Bəli, müəllimə, siz desəz elə taparam, amma belə fikrimi desəz ki, orta qrupda nədir, biraz çətinlik çəkirəm, amma siz desəz mən deyərəm hansı. İstifadə, hansı qrup, hansı fəaliyyət? Konstruktivlardan istifadə birinci kiçik qrupdur, quraşdırma. Aha, yaxşı. Doğrudur. Bəs sxemləri eskizlə işləmək Böyük qrupdur. hansı fəaliyyət? Böyük qrupdur. Rəsm. Nə səhv dedim ki, birinci qrup